Selamun aleyküm ve rahmetullah. Və aleykum salam. Şeyh, deyirlər ki, biz də bilirik ki, yeni il İslamdan deyil. Bunu artıq etiraf edirlər. Məgər başqa dinin bayramını qeyd etmək olmazmı? Yəni, şənlənmək haramdırmı? Elhamdülillah, bilirsiniz, bəli, başqa dini bayramı qeyd eləmək olmaz, bəli. Bəli. Çünki İslamda iki dənə əslində bayram var. Qurban bayramı, bir də orucluq bayramı. Bu bayramlar ki, çoxsu, bunların çoxsu qərbdən gələn, bizim nə dinimizdən, nə adətimizdən uyğundur. Heç biri uyğun deyil. Ona görə çəkinmək lazımdır. Bu yeni ili bilirsiniz, hətta bəzi xristiyanlar, xaçpərəstlər də qəbul eləmir. Onlar da bəziləri qəbul eləmir. İndi bilirsiniz, təbliğat belə gedib də, təbliğat güclü olub. Həm işğal altında olmuşuq. Ona görə müəyyən adətlər, müəyyən fikirlər təsirli bir insanların çoxsun, xüsusən də yaşlılara. İndi onlara qəribə gəlir. İndi də başqa adətlər təsirli, Avropa adətləri və s. O da elə bil yaxşı deyil. Məsələn ki, Amerikada o qeyd edirlər o bir günü, hamısı eybəcər bir surət alır. Görürsən ki, bizdə də artıq başlayıblar onu qeyd eləməyə. Və ya məsələn tutaq ki, Valentin. Valentin, göy ki sevgilər günü və s. Göy ki o gün gül verməlisən yoldaşıva. Bunlar hamısı boş söhbətlərdir. Yoldaşıva verirsən, hansı Valentin gününü gözləyirsən? İldə bir dəfə. İldə bir dəfə, öyle həmişə verdi. Ümumiyyətlə, bunlar hamısı, bilirsiniz, qərbdə belə şeylər yoxdur. Qərbdə qadına hörmət, qadın haqları. Onlarda qabaq lap dəhşət idi vəziyyət. İndi biraz göy ki düzəlib, amma yenə hətta 8 Martın çıxmağı qadınların haqlarını qorumaq üçün idi. Qadınlar məzlum idilər, zülümdə idilər. Ona görə elə səbəb odur 8 Martın qeyd olunması. Sonra kişiləri də alçatdılar, dedilər 23 nəsə aprel, 23 fevral göy ki kişilərin bayramı. Bunlar hamısı bilirsiniz, cəmiyyətdə fikirləri dağıdır, fikirləri düzgün istiqamət aparmır. Bizim dinimiz var, səhih. Biz batil dinlərdən, batil etiqadlardan, batil adətlərə nöştab oluruq, neçə onlarına təsirləririk. Hamısı səbəb öz dinimizi yaxşı bilməməzliyidir. Hətta öz adətlərimizi, indi zamanlardan soruşsan adəti hətta heç kəs heç nə bilmir, çoxsu bilmir. Olmaz. Çalışma lazımdır, dinimizə sıxınaq, adətlərimizə sıxınaq. Yeni il, o əslində müsəlmanlarda yeni il Məhərrəmdədir. Məhərrəmdədir. Çəkinmək lazımdır, qeyd eləməyin, çəkinin. Bəs şənlənmək şeyh, bu nə çərçivədə olmalıdır? Şənlənmək demək. Şənlənmək mütləq bayram olmalıdır ki, şənlənəsən. Şənlənmək bəyə bayram olmalıdır. Bayram olmasa şənlənmək olmur. Bəs uşaqlar şeyh, deyirlər ki, uşaqlar əylənsin deyirik. Uşaqlar həmişə əyləndirmək olar da, əyləndirmək olar uşaqları həmişə. Bunların hamısı bəhanədir. Həlisi, bunlar təbii ki, hamısı bəhanədir. Yəni, bunlar əsas deyil axı. Bunlar əsas deyil. Məsələn, yeni ildə məsələn fişəng yatır, uşaqların xoşlarına gəlir, hamısı başlayırlar atmağa. Bunu hər gün ata bilər. Aydındır, bəli.